bir sadalaya bilərsiniz o mədəniyyətsiz sürücüləri. Bəli. Diqqətsiz sürücülər, dönmüşlarını yandırmayan sürücülər, başqasının zolağına dovşan kimi tullanan sürücülər, deməli, güzgüyə baxmayan sürücülər, deməli, ondan başqa döngələrdə deməli, bəzi sürücülər düz yolda baba sürürlər. Döngədə bunlarda elə bir ki, nətər deyim, irsi çəpgözlü yadında bir şey var. Döngədə görmüsən, döngədə mütləq kəsirlər səni. Əvvəlcə, yəni döngədə kəsirlər, svetoforun qırmızı işığına keçirlər. Yəni biz necədir? Qaydalarda nə varsa elə bil onun əleyhinə edirlər. Elə bilirlər ki, bunlar udurlar. Bunlar Əzraillə kiringağac oynayırlar. Əzrail də baxır, gülümsəyir, bir dəfə güzəşt edir, ikinci dəfə güzəşt edir, üçüncü dəfə özü ilə həmin adamı aparır. Yəni belə şeyin axırı yoxdur.